Tamaşaçılar. Burada bir dənə gözəl bir abidə var. Yəni 99-cu ildə bu abidə yaralıbdır. Türkiyə-Azərbaycan əməkdaşlığının iki qardaşdır. Yəni rəmzisidir. Baxın. Türkiyə-Azərbaycan qardaşlığının rəmzidir bu abidə. Abidənin üzərində yazılıbdır. Abidənin üzərində yazılıb ki 25 may, 17 Kasım, iyun 1918-ci il tarixləri arasında cərəyan edən Qafqaz hərəkatında Nuri Paşa komandanlığı ilə Türk Qafqaz ordusunun Gəncə, Göyçay, Ağsu, Kürdəmir və Şamaxı istiqamətlərindəki Trabzonlarına davam üçün yəni Bakıya girək Azərbaycan davam edən müharibələrin sonunda Qarabağ və Dağıstanın düşman işğalından qurtarmışdır. Deməli, bu hərəkətdə qəhrəman Mehmetçilik, Azərbaycanın başı bağımsızlığı uğrunda Azəri qardaşları ilə ömür savaşmış, 1130 şəhid vermişdir. Onlar Azərbaycanın hər yerində bir çox isimsiz məzarlarda, ikinci vatanlarında yatmışdılar. Deməli, bu Azərbaycan uğrunda gedən 18-ci ilin hərəkətdə Nuri Paşanın hərəkətində 1130 şəhid var ki, mən onu Azərbaycanın bir çox yerlərində görmüşəm ki, bir çox məzarlıqlarda onların bastırılıblar. Dəqiq bunların yeri məlum deyil. Bu da bizim Azərbaycan-Türkiyə birliyimizin rəmzi olan abidədir. Uşaqlar, xoşunuza gəldi? Bu videonun xoşuna gələnlər varsa mütləq like qoysunlar və öz şərhlərini yazsınlar.